bucaqdır. Daxilinə çevrə çəkilib. Çevrə üçbucağın tərəfini kökətdə 3 və kökətdə 3 üstəgəl 2 hissələrə ayırır. X bucağını istəyirik. İstəyirsiniz videonu saxlayın, həll eləyin. Sonra şərhlərdə siz öz yollarınızı yazsanız mənə yaxşı olar. Mən indi davam edirəm həllinə. Deməli, daxilə çevrə çəkiləndə ağlıma ilk bu gəlir ki, ağlımıza bu ilk gəlir ki, daxilə çevrə çəkilibsə, deməli, daxilə çəkimi çevrənin mərkəzi tənbölənlərin kəsişmə nöqtəsidir. Və ona görə də tənbölənləri çəkirəm. Və onda verilən bucaqlardan 2x, x və x hissələrə, digəri də x bölü 2, x bölü 2 hissələrə ayrılır. Sonra bilirik ki, daxilə çevrə çəkilibsə, çevrənin mərkəzindən toxunma nöqtəsinə qədər məsafə radiusdur və hündürlükdür. Perpendikulardır. Sonra burada əlavə xətt çəkmək lazımdır. Niyə? Çünki burada kökətdə 3'ü görüb. Burada kökətdə 3 üstə gəlir 2'ni görəndə belə bir ağlıma bir şey gəlir ki, buradan bir parça çəkim. O'dan MC'ye. Məsələn, bura bir N qoyum. Və həmin uzunluğu kökətdə 3 boyda çəkim. Kökətdə 3. Onda BM bərabər MN'i çəkdim də, düzdür? Kökətdə 3 idisə, bütöv parça MC kökdə 3 üstə gəlir 2 idisə, NC qaldı 2. Sonra bu parçamı məqsədlə çəkdim ki, hündürlüyü idi, həm də median olsun. Onda burada bərabər yanında 3 bucaq alındı. N təpəsindəki bucaq da X oldu. Deməli, ONC3 bucağında X xarici bucaqdırsa, ona qonşu olmayan X bölü 2 ilə buradakı bucağın cəmidir. Onda deməli, O təpəsindəki bucaq da X bölü 2'dir. Onda ONC bucağında, 3 bucağında ON bərabərdir NC aldım. Yəni bunlar bir-birinə bərabərdir. Bütöv NC'ni biz buradan 2 tapmışdıq. Deməli, ON də 2'dir. Düz bucağı bura köçürdüm sizə daha aydın olsun. Deməli, O, M, N 3 bucağında. M'in kökətdə 3'dür. ON 2'dir. Radiusu tapaq. Radius bərabərdir Pifagora görə 4 çıxı 3, 1. Deməli, radius oldu 1. Və bizdən X bucağını istədiyinə görə yenə yeni 3 bucaq B, O, M'i çəkirəm. X bucağını istəyirdi. BM kökətdə 3 idi. OM radiusu idi. 1 idi. Onda tangens X bərabərdir. Qarşıdakı katetin bitişik katetə nisbəti X də bərabərdir 30 dərəcə.